Değerli yurtseverler, malumunuz olduğu kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının Təşkilat Komitəsinin təşəbbüsü ilə və eləcə də Qadınlar Şurasının və Gənclər Şurasının birlikdə gəldiyi qərara görə bu il may ayında keçirilən yığıncağımızda elimizin Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin və eləcə də ətraf rayonların belə deyək, Respublikada daxil olmaqla ərzimiz olan Hüseyin ağamızın doğum və anım günlərini qeyd etmək qərarı alınmışdır. Belə ki, doğum günündə onu Təşkilat Komitəsinin üzvləri ilə birlikdə və həm də ailə üzvləri ilə ziyarət etmək, anım gününü isə Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin birgə keçirəcəyi tədbirlə qeyd etməyi qərarlaşdırmışdır. Və bugün həmin qərarın həyata keçirilməsi günüdür. Yəni, Seyid Hüseyin ağamızın doğum günüdür. Tanrı qarşısında olan bu doğum günü mübarək olsun deyək. Allah rəhmət eləsin, ruhu şad olsun. Və biz də ağamızın Tanrımız ruhunu həmişə şad edəcək, inanırıq ki, onun ən əziz övladlarından, necə deyirlər, bəndələrindən olduğu kimi, bizim də ağamızın ruhunu şad etməyimiz var, belə onu gəlib xatırlamaq, məzarını ziyarət etməklə yerinə yetirir. Bugün həmin gündür, ağamız, Seyid Hüseyin ağamız, Tanrı qarşısındakı doğum günü mübarək olsun, ruhun şad olsun. Bugün qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının Təşkilat Komitəsinin üzvləri və eləcə də Qadınlar Şurasının və Gənclər Şurasının idarə heyətindən nümayəndələr, ailə Seyid Hüseyin ağamızın ailə üzvləri ilə birlikdə bugün ziyarətdədir. Şimdi ziyarət edənlərini xahiş edərdik, hərəsi bizim öz xatirələrini deyək, sözləri deyək, bir kişilərindən desinlər. Bir daha Seyid Hüseyin ağamızın doğum günü mübarək olsun. Onun ruhunu bax elə yığışıb, hər il şad eləmək bizim mənəvi borcumuz. Tatar Qaraqoyunlu icması Təşkilat Komitəsinin üzvlərindən Kəmal bəyimiz. Hüseyin ağa mənim üçün ən əziz insanlardan biri oldu. Buna görə ki, biz uşaqlıq illərimizi bir yerdə keçmişik. 10 il bir parta arxasında oturmuşuq, yəni onunla mən qərara yoldaşım bir yerdə böyümüşük. Bu mənim üçün həmişə əziz. Hüseyin ağa ümumiyyətlə o gənc yaşlarını, uşaq vaxtından qalır. Evimizdə, oğlumuzda. Bu uşaq da olsa, onun bir kəlməsi onun ağından ola bilməzdir. Desə ki, bu belədir, demək, elə də olmalıydı. O sevilirdi. O xoşbəxt insandır ki, evində, obasında ən sevilən insanlardır. Allah saladan mən ona rəhmət diləyirəm, yerdə qalanlarına can sağlığı diləyirəm. Bu ömrü şad olsun, mən inanıram ki, gələcək nəsildə həmişə onun xatirələrində yaşadacaqlar. O həmişə bizimlədir. Ruhum, cismən bizimlədir. O həmişə bizimlədir. İnanın ki, mən hər gün, yaxşı ki bu telefon var, baxıram bu telefonda, nə bilim, mən bunu əziz qardaşım qədər də, öz ailəmizin üzvü qədər istəyirəm, mən ailəsinə səbir diləyirəm, özünə rəhmət diləyirəm Allah taladan, Allah başını sağ olsun, yeni verir. Həyat. Allah kömək edirsin, sağ olun. Reşat Bey, buyurun. Məkanı cənnət olsun. İnşallah ki, elə cənnətdədir. Çox. Peyğəmbər nəslindən, o bir Hüseyin ağam xatirəsində bir şeyim var, onu səsləndirmək istəyirəm. Sən mahala ağsaqqaldın, böyükdür. Xeyrimizdə, şərimizdə baş edin. Cavanlarla cavan, axılla axıl, sən hər kəsə dost idin, yoldaş idin. Yolun tutub cəddin Rəsulullahın, el dərdin öz dərdi edən adamsan.
yoxluğunla dağlanıbdır ürəklər. Sən evdən yox, eldən gedən adamsın. Həqiqətən evdən yox, eldən gedən adam. Allah min rəhmət eləsin, ailəsinə səbir diləyirəm, elimiz olanda səbir diləyirəm. Allah Hüseyin ağamıza, əmimizə, daimizə, qardaşımıza rəhmət eləsin. Onun bugün ad günü təbrik edirik. O, həqiqi mənada başucalığı hamısı üçün ki, bizim kənd cəmiyyətində qohumlarımıza belə insanlarımız var, olur. Allah rəhmət eləsin, ad günü mübarək olsun. Ben de öz növbəmdə Hüseyin ağamıza rəhmət diləyirəm ailəmiz adından. Allah onun yerini cənnət eləsin. Allah rəhmət eləsin, bu doğum günü də mübarək olsun. Hüseyin ağamızın nəvəsi, həm də ki Tatar Qaraqoyunlu Qiyas İcmasının Gənclər Şurasının sədri Vahid bəyimizi dinləyək. Sizin hər birinizə dərin təşəkkürlər bildirirəm. Biz belə balaca vaxtımızdan hər zaman babamdan gördüyümüz oldu ki, deyir ki, mən ölümlə, babamla nəfəs alıram, bunlarla yaşayıram və söz yox ki, biz də böyüdükcə, yaşa doldursam, siz el oba sakinlərinin onu göstərdiyi o diqqəti, o qayğını hər zaman görürdük. Söz yox ki, dünyasını dəyişəndən sonra da bu diqqət, bu qayğı heç zaman dəyişmədi. Hər zaman sizlərin və xətriniz əziz olsun. Çox sağ olun ki, diqqətlə saxlayırsınız. Biz də ailəmiz adından, o cümlədən nəvələr adınızsa təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun. Əminə Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ailəmiz adından sizlərə də təşəkkür edirəm. Hər birinizə can sağlığına. Əminə cənnətdəki ad günü mübarək olsun. Hüseyin ağamızın övladı Tatar Qaraqoyunlu Qiyas İcmasının Qadınlar Şurasının sədri Ətrabı müəllimi. Təşəkkür edirik hər birinizə. Çox sağ olun, gəlmişsiniz bugün atamızın doğum günündə bizdən bir yerdəsiz. Allah razı olsun hər birinizdən. Təşəkkür edirik. Yəni atamızla hər zaman fəxr eləmişik. Hər zaman bizim qürur yerimiz olub, bizim əzimiz olubdur. Və hər gündə biz onun yoxluğu ilə çətin yaşasaq da, amma yenə də fəxirliyik, yenə də qürurluyuq ki, bizim bir atamız olub. Təşəkkür edirik hər birinizə də atamıza göstərdiyiniz diqqətə görə. Allah bilir, Hüseyin babaya rəhmət eləsin, məkanı cənnət olsun. Mən də hər birinizə təşəkkür edirəm. Bugün atamı yenə qayğıdan, diqqətdən kənarda saxlamadınız. Həmişə eli ilə, obası ilə fəxr edir. Mən elə düşünürəm ki, sizə yenə də sağ ol düşür ki, bundan sonra da həmişə nəzərinizdə, diqqətinizdə saxlayırsınız atamı. Biz atamla fəxr edirik, mənim üçün o yaşayır. Nə qədər ki, biz varıqsa, o da bizləndir. Çox sağ olun. Hüseyin ağamızın həyat yoldaşı Qəndab xanım. Çox sağ olun, Arifay qardaşım. Allah sizi var eləsin. Siz kimiliyə həmişə belə hörmət qoyursunuz. Allah hörmətinizi artıq eləsin. O bizim qəlbimizdə, diriliyində çox hörmətli idisə, ölüsü ondan da çox hörmətlidir. Biz ölüb, şəxsən mən özümü deyirəm, torpağım onun torpağına qarşana qədər onu bir gündə, bir an, bir saniyə yadımdan çıxartmaram. Al göydəki Allahımız da şahiddir. Allah canınızı sağ eləsin, hörmətinizi artıq eləsin. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Çox sağ olun, qardaşım. Mən də bu ailənin bir fərdi kimi təşəkkür edirəm sizə. Və mən üçün həyatda əziz insanlardan biridir. Allah birin cənnət eləsin. Və mən özümü çox şanslı insan hesab edirəm. Çünki mənim həyatımdan belə bir insan gəlib keçir. Bir cənnət olsun. Hüseyin ağaya Allah rəhmət eləsin. Hüseyin ağa elin obanın ağsaqqalı idi. Hüseyin ağa mənlə bir yerdə çox olub. Onun xatirələrini danışmaqla qurtarmaq olmaz, amma qısaca bir onu deyirəm ki, həmişə o kişinin mənə verdiyi tövsiyələrdən, məsləhətlərdən mən həmişə bəhrələnmişəm. Allah o kişiyə rəhmət eləsin. Məkanı cənnət olsun. Bir daha günü mübarək olsun. Allah o dünyasını belə behişli eləsin. Allah rəhmət eləsin. Allah Hüseyin ağaya rəhmət eləsin.
Hüseyin hamı üçün ağsaqqal, əziz, dəyərli bir ağsaqqalımız oldu. Allah onun dünyasını etsin, şad olsun, doğum günündə mübarək olsun. Allah rəhmət eylesin. Hüseyin ağamızın övladı Rəşad bəy. Mən hər birinizə təşəkkür edirəm. Burada gəldiniz, atamın olduğu gündə iştirak elədiniz. Buna görə minnətdaram. Allah elogiya dəyməsin, Allah elogiya var eləsin. Və inşallah arzu edək ki, atamın növbəti ad günlərin öz kəndində, öz torpağında qeyd edək. Allah o günləri qismət eləsin, çünki o həsrətlə yanan bir adam idi. Bir daha hamınıza təşəkkür edirəm. Allah sizləri var eləsin. Çox sağ olun. Bugün qeyd etdiyimiz kimi Seyid Hüseyin ağamızın doğum günü ilə əlaqədar olaraq Tatar Qaraqoyunlu Qiyaslı İcması Təşkilat Komitəsinin üzvləri və eləcə də Qadınlar Şurası və Gənclər Şurasının nümayəndələri ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edir və ziyarət edənlər qısa da olsa öz ürək sözlərini dedilər Hüseyin ağamız haqqında. Bugün bir daha qeyd olundu, ailə üzvləri də öz təşəkkürlərini bildirdilər. Bu təşəkkür, yəni onu Seyid Hüseyin ağamız özü qazanmışdı, öz hərəkətləri ilə, öz necə deyirlər, insanlıq nöqteyi nəzərdən əməlləri ilə və qeyd etdiyimiz kimi bu Tatar Qaraqoyunlu Qiyaslı İcmasının yığıncağının qərarı bu gündən yəni tətbiq olunur, həyata keçirilir, may ayında keçirilən yığıncağın qərarı və bu mütəmadi olaraq hər il belə davam edəcək. Doğum günün və onun anım günün daha geniş qeyd etmək, tədbir keçirmək nöqteyi nəzərində. Və eləcə də Tanrımızın izni ilə yəqin ki, bu çəkdiyimiz əziyyətlər yerdə qalmaz, öz doğma yurdumuza qayıdıb və orada da Hüseyin ağamızın əziz xatirəsini əbədiləşdirmək üçün və eləcə də bir inanc yerimiz olan, belə deyək ki, bir yer kimi bir nəsə təşkil edəcəyik orada. Tanrımız onu bizə qismət eləsin və bu tədbirimizi daha geniş, orada kəndlər də, eləcə də gələcək nəsillərə belə insanları tanıtmaq, yəni onu Tanrı özü tanıdıq bizlərə. Bizim borcumuz onun ruhunu şad etmək və belə insanları gələcək nəsillərə təqdim etməklə və o əməlləri, ilk dəfə kəndə gedəndə orada çəkdiyi o əzan səsi, hamı gedənlər xatırlayır, yəni paylaşımlar olunur. Müəyyən çoxlu zənglər bizə gəlmişdi ki, yəni orada Seyid Hüseyin ağanın o cür azan səsi 30 ildən sonra o doğma yurtda demək eşidilməsi, səsləndirilməsi bizə elə bir növ uğurlarımızın başlanğıcı kimi oldu. Bir növ necə deyək, müasir bir növdə elə o bir him kimi səsləndi orada. Və o şəhidlərimizin məzarını ziyarət etməklə əlaqədar göstərdiyi, necə deyirlər, belə təşəbbüs də, həyata öz əməlləri ilə də cəmaatı ruhlandırmaq, ora getmək yönündə həvəsləndirmək, yəni bu heç vaxt unudulmazdır. Biz də qeyd etdiyimiz kimi o əməlləri, o cür insanları həmişə xalqımıza çatdırmağa, necə deyirlər, tanıtmağa borcluyuq, hansı ki, Tanrımız onu elə anadan olanlar bizim elə o buya qismət edir. İndi müəyyən bu həyatdır, çətinliklər olsa da müəyyən biz bu dünyamızda qəbul etmədiyimiz nəyəsə qərarlar, belə deyirlər, hadisələr baş versə də, ancaq o elə obaya, yəni Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinə Tanrının elə o vaxtdan onun bir neməti idi, bir payıydı ki, o kəndə qismət eləmişdi. Qeyd edirəm ki, yəni onun müəyyən həyatdır. Həyatda hər bir çətinliklər də olur, hadisələr də olur. Yəni uşaqlıqdan Kamal bəy dediyimiz kimi bir yerdə böyüdüyümüz şəxs olub, həmişə sevimlimiz olub və çalışacağıq ki, bundan sonra
bizim üzərimizə düşən, yəni icma olaraq, Tatar Qaraqanlı qiyaslı icması olaraq və ona dəstək verən, eləcə də Qadınlar Şurası, Gənclər Şurası, biz bu icma olaraq bütövlükdə belə işləri, belə şəxslərin unudulmamasına çalışacağıq və kəndimizə qayıtdıqda, orada yaşamı bərk etdikdən sonra bu əməllərimizi, bu qərarların həyata keçirilməsini çalışacağıq ki, həyata keçirək. Və elə burada mən onu da qeyd etmək istəyirəm ki, Gənclər Şurasının yaranmasında, eləcə də Qadınlar Şurasının bu yaxınlarda yaranmasında Seyid Hüseyin ağamızın övladı deyək, nəvələri deyək, yəni onun ətrafında böyüyən, tərbiyə alanların bu işdə böyük dəstəyi olmuşdur, təşəbbüsü olmuşdur. Biz də icma olaraq onu həyata keçirdik və inanırıq ki, sağlığında özünün bu yöndə bizə etdiyi mənəvi və maddi yardımlarla bərabər onun ruhu da Tanrımız qarşısında gördüyümüz işlərdə yardımcımız olacaq Tanrının izni ilə və bu görəcəyimiz işlər müsbət nəticələnər, doğma yurdumuzda yaşamı bərk edə bilərik. Bir daha Tatar Qaraqanlı qiyaslı icması adından, Qadınlar Şurası adından, Gənclər Şurası adından hər birinizə təşəkkür edirik və Seyid Hüseyin ağamızın doğum günü, Tanrı qarşısında olan doğum günü mübarək olsun. Bu, yəni kədərli günümüz deyil, bu bizim, necə deyirlər, Seyid Hüseyin ağamızın o 70 ilin qeyd etdiyimiz kimi bir sevincli günümüzdür ki, bu da bir sevincli gündür ki, onun doğum günü sağlığında olduğu kimi, Tanrı dərgahında olduğunda da unudulmur və qeyd edilir. Əziz Seyid Hüseyin ağamız, Tanrı qarşısındakı doğum günün bir daha mübarək olsun. Bir daha çox xoşdur, tədbirdə iştirak etdiyinizə görə və bununla Tatar Qaraqanlı qiyaslı icması olaraq Seyid Hüseyin ağamızın doğum tədbiri sona çatdığını bağlı elan edilir. Bir daha iştirak etdiyiniz üçün çox sağ olun. Sağ olun. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü en Muhammeden Resulullah. Eşhedü en la Muhammeden Resulullah. Eşhedü en la Aliyen Veliyullah. Eşhedü en la Aliyen Veliyullah. Hayya alel-selah, hayya alel-selah, hayya alel-felah, hayya alel-felah, hayya ala hayril emel, hayya ala hayril emel. Qed qametin salat, qed qametin salat. Allahu Ekber, Allahu Ekber, la ilahe illallah, la ilahe illallah. Şükür elhamdülillah. Ya Rabbim şükürler olsun senin izzet-i celaluğa. Şükürler olsun ki sen bugün bizi getirip doğma torpağımıza, büyüyüp boya başa çattığımız torpağımıza getirdin. Bura bizim gelip çatmağımızın sebepkarları bizim şehitlerimizdir. Xahiş edirəm bir dəqiqəlik sükutla şəhidlərimizi yad eləyək. Dərd olur. Dostum Mir Hüseyin ağanın əziz xatirəsinə. Bir gündə xatirə oldu o illər, dağlanıb ürəyim, yaşarıb gözlər. Gəlib bu dünyadan kimlər gediblər, dünya yorulmadın yola salmaqdan, dərd olur ayrılmaq dost olan dostdan. Uşaqlıq illəri yada düşəndə, bir yerdə oynayıb bircə güləndə, dünyada xoşbəxtdik
sanırdıq biz də, ayrılıq sözü də çıxmışdı yaddan, dərd olur ayrılmaq dost olan dostdan. Bu dünyamız gəldi gedər dünyadır, dərdi dərya, ömür hədər dünyadır. Sevinci az, çoxu kədər dünyadır. Sinəni dağlayıb, gözü ağladan, dərd olur ayrılmaq dost olan dostdan. Bu dünyanın özü fanisə əgər, ömrün də özü anisə əgər, nəyi var qalmırsa kiməsə əgər, hər dostu qazanmaq deyildir asan, dərd olur ayrılmaq dost olan dostdan. Rafael, yaradan yazıbdı belə, can verib özü də alandı belə, bizlər əməllərdə qalandı belə, gəlirik, gedirik, belədir zaman, dərd olur ayrılmaq dost olan dostdan. Rafael Pir, 24 avqust 2024-cü il. Allah Mir Hüseyn ağaya rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.